O fevral gecəsi şaxtalı bir gün, əsası qoyuldu ən böyük zülmün. Xocalı qırğını, Xocalı hüznü, vətən ağrısıdır bu matəm günü. Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSR-nin 366-cı motatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı amansız qırğın törətdi. Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Xocalı faciəsinin səbəbləri və gedişi. Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətə malik bir şəhər idi. 1991-ci ildən etibarən Xocalı blokadaya alınmış, şəhərin əhalisi ağır şəraitdə yaşayırdı. 1992-ci ilin fevralında Ermənistan Silahlı Qüvvələri ağır texnika və silahlarla şəhərə hücum edərək yüzlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirdi. Soyqırımın nəticələri rəsmi məlumatlara görə 613 nəfər qətlə yetirildi. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı idi. 487 nəfər ağır yaralandı. 1275 nəfər əsir götürüldü, 150-dən çox insanın taleyi naməlum qaldı. Bu faciə nəticəsində yüzlərlə ailə məhv edildi. Xocalı şəhəri tamamilə yerlə yeksan olundu. Beynəlxalq ictimaiyyətin münasibəti. Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrin parlamentləri bu hadisəni soyqırım kimi tanıyıb. Azərbaycan bu faciənin dünyaya çatdırılması üçün fəal diplomatik səylər göstərir. Hər il 26 fevral Xocalı soyqırımı qurbanlarının anım günü kimi qeyd edilir. Nəticə. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. Bu hadisə heç vaxt unudulmamalı, gələcək nəsillərə çatdırılmalı və dünya ictimaiyyəti bu faciəyə ədalətli qiymət verməlidir. Xocalının yaraları onunla hər an yaşayacaq. Biz o faciəni heç vaxt unutmamalıyıq, hər zaman yaddaşımızda yaşatmalıyıq. Artıq Xocalı azaddır. Qəhrəman oğullarımız 27 sentyabr tarixindən başlayaraq düşmənə layiqli cavabı verdi. 30 il ərzində əlimizdən zorla alınan torpaqlarımız cəmi 44 gün ərzində cəngavər oğullarımız tərəfindən geri qaytarıldı. Bu gün Xocalı xoşbəxtdir, çünki üzərində ona aid olan, ona layiq olan insanlar gəzir. Lakin Xocalının azadlığı sadəcə onun ərazisinin azad olunması deyil, həm də burada yaşayan insanların hüquqlarının bərpa edilməsi, ədalətin və beynəlxalq hüququn təmin edilməsidir. Xocalının bugünkü vəziyyəti Azərbaycan xalqının hərtərəfli mübarizəsinin və möhkəm iradəsinin nəticəsidir. Bu şəhər həm də Azərbaycan qələbəsinin, milli birliyin və azadlıq mübarizəsinin bir simvoludur. Mərd oğullarımız dastan yazdılar, düşmənin alnına damğa basdılar. Üçrəngli bayrağı göydən asdılar. Sən artıq azadsan, Gülay Xocalı.